Nigar müəllimə, şagirdlərin uğur qazanması üçün nə edirsiniz? Şagirdlərin uğur qazanması üçün ilk növbədə dərsimizin təşkilindən asılıdır. Təlim nəticəsinə uşaqların necə yiyələndiyini, ümumiyyətcə tədris ilinin sonunda əldə etdikləri uğurlardan bilinir. Əgər şagirdlərin məsələn sinifdə çox faizi artıq müvəffəqiyyət əldə ediblərsə, o artıq müəllimin uğurudur. Biz həmişə deyirik, şagirdin uğuru müəllimin uğuru hesab olunur. Yəni mənim üçün belədir. Əgər şagirdlərim uğur qazanmışsa, bu artıq mənim uğurumdur. Və bunun üçün də müəllim daima öz üzərində çalışır və uşaqlara daha çox bilik, bacarıq əldə etmələri üçün fəaliyyət göstərir, dayanmadan çalışır. Şagirdləri daha çox məlumatlar ötürən, daha çox onları biliklərə yiyələndirən də müəllimdir. Bunun üçün də daima müəllim də öz üzərində, həm də şagirdlərlə birgə çalışmalıdır. Və həm də müəllimin diferensial yanaşmasını vurğulamaq lazımdır ki, fərdi yanaşması ilə də onların təlim nəticələrinə daha çox çatmalarına nail olmalıdır. Bəli, müəllimə. Bu da onun uğurlu müəllim olması deməkdir. Bəs müəllimə, deyə bilərsinizmi ki, məsələn, bugünkü dərsdə şagird heç nə mənimsəməyib, ona necə rəy verərsiniz? Necə rəy verərəm? Yenə də müəllim hələ ki söz həmişə uşağı motivasiya etməlidir. Əgər heç nə əldə etməyibsə, hələ ki sən bacarmırsan deyə bilərəm, amma bunun üçün çalışmalıyıq. Yenə birgə səy göstərməliyik ki, daha çox nailiyyət əldə edək. Amma hələ ki bacarmırsan, bundan sonra daha çox əzmlə çalışsan, ya da xırda tapşırıqlar ona verərək onun daha çox təlim nəticəsini yiyələnməyinə nail olmağa çalışaram. Daha çox işləməklə, qısa, məsələn, konkret çalışmalar verməklə, daha az və dolğun məlumatlar verməklə onun təlim nəticələrinin daha çox yiyələnməsinə nail ola bilərəm. Sualınız nə idi? Sual belədir ki, müəllimə, şagird heç nə mənimsəməyib, ona necə rəy verərsiniz? Yəni o sözlərdən istifadə, onu biraz motivasiya eləmək lazımdır ki, şagird daha da özünə qapanmasın. Yəni o birisi növbəti dərsdə o artıq heç nə cavab verə bilməz. Ona görə bu dərsdə onu artıq motivasiya etmək lazımdır ki, hələ ki bunu bacarmısan, amma bir yerdə çalışsaq, daha çox öz üzərində işləsən, buna nail ola bilərsən. O da o həvəslə yəni daha çox çalışar yəqin ki də. Bəli, müəllimə. Konfidensiallıq nədir Nigar müəllimə? Konfidensiallıq ümumiyyətcə sözün mənası gizlilik deməkdir. Müəllim də etik davranış qaydaları prinsipində konfidensiallıq öz əksini tapır. Bu da deməkdir ki, şagirdin əgər sizin əlinizdə ona aid xüsusi məlumatlar varsa, ailəsi ilə bağlı, valideyni ilə, özü ilə bağlı, biz onu həmişə mütləq qorumalıyıq, o prinsipə əməl eləməliyik. Bəs yaxşı, nə zaman pozarsınız konfidensiallığı? Sadəcə əgər biz artıq onun həyatı üçün təhlükə görəriksə, artıq vacib bir məsələ olduğunu görəriksə, yəni şagird həyatı ortada varsa, ciddi bir məsələdirsə, onu pozmaq olar. Amma hər an yox da, yəni xüsusi bir məqamlarda ancaq pozmaq olar. Valideynlə əməkdaşlıq etməklə ya da psixoloqla danışmaqla. Qəşəng. Nigar müəllimə, keçilən mövzunu şagird tərəfindən hansı səviyyədə mənimsədildiyini necə yoxlayırsınız? Ən birinci refleksiya üsuludur. O refleksiya vasitəsilə bilirik. Refleksiyanın üsullarından da istifadə edə bilərik. 3-2-1-dir, çıxış biletidir. Yəni bununla biz onu anlaya bilərik ki, necə mənimsəyib dərsi. Sual-cavab yolu ilə. Aha, yaxşı. Ümumiyyətlə, refleksiya haqqında nə bilirsiniz? Refleksiya bitmiş bir prosesin şuurda inkasıdır. Refleksiya özü bütün, yəni refleksiya, yəni qaydasını deyim. Bəli. Bitmiş bir prosesin şuurda inikasıdır. Refleksiya üsulu ilə biz şagirdlərin dərsi, təlim nəticələrinə necə və nə səviyyədə çatdığını bilə bilərik. Mənimsəmə qavrama prosesidir, deyə bilərsiniz və orada da bir alimin kəlamını demişdim. Yadınızda o, deyə bilərsiniz onu? Bəli. Alimin adını yadımdan çıxdı. Edmund Burke. Burker. Bəli, o belə demişdir ki, refleksiya etmədən dərsi keçib bitirmək elə bir yeməyi çiynəmədən udmaq deməkdir. Şagirdləri refleksiya etməmək sanki qidanı çiynəmədən udmaq deməkdir. Deməkdir. Bəli, onu belə deyəcəksiniz. Qəşəng. Nigar müəllimə, mən bacınızı da belə görmək istəyirəm. Müəllimə, yəni xoşuma gələn danışırsınız. Bütün dediklərinizi yazır. Biz yenə davam eləyəcəyik, onu demək istəyirdim. Sizi qeyd eləyəcəm davam eləyənlərin içində. Amma mənim əzizim, yazmaq şərt deyil. Burada sizin kimi danışmaq. Danış özünü göstər mənə. Bu şərtdir müəllimə.
bizi ora yazmağa yox, yazı mərhələsi bitdi. Bizi ora danışmağa çağırırlar Günel müəllimə. Buradan ona səslənirəm. Bizimlə mütləq danışmalısınız müəllimə. Yəni bu gərginliyi, bu stresi ortadan götürməliyik. Yəni siz orada da gedib deməyəcəksiniz ki, müsahibədə mən yazıram ancaq. Gülnarə müəllimə deyib, mən ancaq bu 1 ay, 2 ay yazıb gəlmişəm bura. Danışmaq şərtdir. Sizin danışığınız çox xoşuma gəldi Nigar müəllimə. Bu gün ümumiyyətlə xoşuma gəldiniz. Sağ oldum. Həqiqətən də yəni sırf yəni elmi cümlələrlə yanaşmanız, əhatəli, geniş danışmağınız, elmi şəkildə, yəni bu təqdirə layiqdir. Sözlərindən danışın. Ona görə özümü ona hazırlayıram. Ara sözlərini çalışıram danışmaya, ləhcəm görünməsin. Ay sağ ol. Bəli müəllimə. Mənim sizdən istədiyim peşəkar pedaqoqlar kimi danışın. Elmi şəkildə, rəsmi cümlələrlə, elmi cümlələrlə danışın. Ara sözləri girəndə gülməli çıxır, özümü də gördüm. Bəli müəllimə, bəli müəllimə. Bax Evdar xanım da elə danışsın, biz də gedib elə danışaq. Bizim fərqimiz nə oldu? Və bizim ora nitqimiz, diksiyamız, danışıq, ləhcəmiz, müəllimlərin etik davranış qaydalarında var. Mədəni davranışda müəllim ləhcə ilə danışmamalıdır. Mən bəzən deyirəm, müəllimlər deyir ki, müəllimə biz neçə ildir bu ləhcə ilə, mən heç kimin ləhcəsinə, mən bir söz demirəm, hamıya hörmətlə yanaşıram və əlbəttə mənim özümün də ləhcəm var. Amma danışmamalıyıq. Bəli, düzdür. Müəllimlər, o 3 dəqiqəni danışmayın da. O 3-5 dəqiqəni onların qarşısında danışmayın. Sonra yenə o ləhcə sizindir də, sizdən alan yoxdur ki onu. Düzdür müəllimə. Amma indi görün necə gözəl, səliqəli, həqiqətən də qulaq oxşayır. Sözün əsl mənasında nitqinizlə gedin orada performans göstərin. Yoxsa necə gəldi o danışmaq, o iş deyil ki. O iş deyil, o pedaqoq davranışı deyil. Hə. Nigar müəllimə, sizin xatırlayıram ki, siz mənə təqdim etmə atmışdınız. Siz idiniz, bacınız idiniz. Bəyənməmişdim. Siz idiniz. Bacımın gün bəyənmişdiniz. Mənimkini çox belə məktəbimizin problemlərinə toxunmuşdunuz. Bəyənməmişdim. Hə. Amma indi gəlin bir oranı xatırlayın bura. Özünüzü o gündən bu günə müqayisə eləyin. Görürsünüz. Birinci dərs vəbşi danışamamışdım, ümumiyyətcə danışamamışdım. Elə səsim batdı. Ondan sonra öyrəndim. Amma indi burada maşallah cəhcəh vurursunuz. Bax buna deyirəm. Bax ki, mənim müdavimlərim sona cəhcəh vurur. Təşəkkürlər Nigarım. Çox sağ olun. Sağ olun.